Bəli, yanımda gözəl bir xanımımız var. Həqiqətən səninlə tanışlığımız dəfə-dəfə paylaşmışam videomu. Anar bəyin səhifəsindən oldu. Baxdım, doğrudan ürək ağrıdıcı bir mənzərə idi. Xanımın üzü yanıq xəsarəti almışdı. Kaş ki o zaman məni tanısaydın. Kaş ki o zamanlar mənə görə mən bunun altına çizgimi çəkirəm. Doğrudan yanıq yaralarında sözün əsl mənasında çox yaxşı işlər görürəm. Çox yaxşı işlər görürəm. Yəni mənim yanıma gələn yanıq yaralarının izləri %70, %80 gedir. Hətta bəzilər %100 gedir. Bu mənim üçün təbii ki çox böyük şeydir. Bu arada mən sadəcə xarici baxıram, daxili həkimlərlə işləyirəm. Xanımımız özü təqdim. Botas, TikTok səhifəm var. Botas çox gözəl işlər görür bu arada. Əllərdə sağlıq. Botas belə gələndə üzün necə idi? Dəhşət. Üzüm yanı. Demək olar ki, elə bir o kələ kötür. Bax, buradan belə böyük bir, qalın bir yığıntı var idi da. İndi o elə bir yığıntı var idi. İndi şükür. Yəni heç nə çəkmirəm. İndi özümü daha gözəl hiss edirəm. Heç nə ehtiyac yoxdur. Botasın əlləri açılmırdı, barmaqları problemli idi. Ən böyük bir narahatçılığı su içə bilmirdi, çay içə bilmirdi. Axir dodağımın bu hissəsi. Axirdə. Axir bura çox dəhşət dərəcədə bu formadaydı da. Yemək yerində də hər dəfə istər-istəməz oradan tökülürdü. Yəni çox pis görüntü olurdu da. İndi şükür Allaha yəni. Çox Yəni. Bu arada biz Botasın müalicəsini davam edə bilmədik. Yəqin ki, deyə bilərəm. Müalicəmiz düzdür. Nə qədər sürdü Botas müalicəmiz? Neçə il? 2 il məsin yazı əvvəldə. 1 ilə yaxın, 1 il daha, 1 il deyim. Əvvəl gəldim, eləmi? Ara gəldim. Üzümü yandırdınız, sonra nəsə iynələr vurdunuz. İndi 1 ildir mən sizin yanınıza gəlmir. Niyə gəlmir? Botas ana olub çünki və ana olduğundan ötürü də biz o vurduğumuz preparatları istifadə eləyə bilmirik. Eləyə bilmədiyindən görə də Botaza dedik, nə zaman süd verəcəksən, bitirəcəksən, ondan sonra biz Botasın üzündə işləyəcəyik. Düzdür, mən demirəm ki, Botasın üzü əvvəlki üzünə dönəcək, bu mümkün deyil. Çünki ilk yanıq yarası aldığı zaman mənə müraciət eləməliydin, o zaman daha çox biz effekt ala bilərdik. Artıq həyatdır, oldu. Hal-hazırda mən belə istəyirəm ki, sən üzvü, bax, belə göstərim. Baxın dostlar, bax bu gördüyünüz yanıq izləri çox. Anar bəyin səhifəsində var. Bunlar hamısı kelloid idi, hamısı. Botas ağzı tamamilə açıq qalmışdı. Bax bunlar hamısı kelloid idi. İndi yumşalıb. Botas artıq üzünə heç nə çəkmir. Əlləri, məncə hansısa barmaqların açılmırdı. Bu barmağım demək olar gedir. Bax, bu barmağımı yandırandan sonra bax, buranın bəzləri getdi. Bax, bu barmağım dəhşət yəni şeydi da, nətərdim. Yəni, nətərdim, əlimi rahat yuma bilmirdim. İndi çox qəşəng, yumuşaqdır. Məncə, heç ondan bəri, yəni siz keçən dəfə müalicə eləyəndən bəri, bax, qolumun bu hissəsini siz yandırandan sonra qolum açıldı. Qolum bu formada qalmışdı, demək olar. Yəni, bəzlərin çoxu gedib. Yəni, şükür, yaxşıdır. Digər qolunda da. Bu qolunda da. Əslində yuxarılarda da var. Prosto belə koftutan. Biz bu arada o çox hündür idi. Baxın. İndi də yumuşaqdır. Bərklik yoxdur elə də. Sadəcə burada elə bir damcı o bir-birinə bitişən yerdir. Amma çox qəşəng. Yəni yaxşıdır məncə. Və Botasın İndi qıraqdan baxana belə pis görsənə bilər, amma mən əvvəlimi bildiyimə görə indi yəni çox yaxşıdır. Çox əladır deyirəm. Çox sağ olun. Hələ belə şey eləyirəm, mamam şey eləyir ki, yəni sifətin təmiz düzəlib. Bu arada filtrdən qətiyyən istifadə eləmədim də, filtrsiz çəkirəm. Botas əllərinə sağlıq. Sən doğrudan böyük qəlbin var, özünü yaxşı yetişdirə bilirsən. Bu arada dostlar, Botas belə bir şeylərdən istifadə edir, özü düzəldir, öz əl işidir və körpü uşağından 2 də övladım var. Allah can sağlığı versin. Onlarla bərabər bu cür əl işləri görürsən. Bu hər adama nəsib olmur. Botas çox gözəl ailə qurub. Mənim əlim düşərli olub Botaza. Mənim əlim düşərli oldu Botaza. Siz gözəlləşdirməsəz kim idi Allah? Evdə otururdum. Can. Allah sənin yolu açıq eləsin. İnşallah südü nə zaman kəsəcəksən,
tələsmə. Biz o zaman bir daha bəzi prosedurlarımıza davam eləyəcəyik. Zaten sən buradasan, mən buradayam. Allah ömür verib, biz yaşayırıq. İstəyən insanlar müraciət eləyə bilərlər. Həqiqətən bu cür problemli insanlar çoxdur. Düzdür, yolumuz uzundur, yolumuz ağırdır, amma müraciət eləyə bilərlər. Çox sağ. Bu arada mənə hədiyyələr gətirib, kənd payları gətirib. Ən sevdiyim iş. Ən sevdiyim. Çox sağ olun. Çikotas, əllərinə sağlıq. Hansı rayondansan? Akstafa? Qazaq Akstafa. Qazaq Akstafa. Çox sağ olun.